Amin. Dayandığımız yer Hazreti Adem Aleyhisselam ilk insan, bütün bəşəriyyətin atası. Hazreti Adem babamız qadağan olunmuş meyvədən ki yedi, hamınız bilirsiniz. Cənnət adlı bir yerdən qovuldu. Yoldaşı Hazreti Havva ilə bir yerdə. Gəlirlər dünyada ayrı düşürlər. Hazreti Adem Aleyhisselam bəzi rəvayətlərə görə 70 il, bəzi rəvayətlərə görə 300 il ağladı, günahının bağışlanmasını istədi Allah'tan. Allah Teala sonda Kur'an-ı Kerim'de bir ayə vardır. Biz Adem'e bəzi adları öyrətdik, adları öyrətdik. Adem Peygamber o adları Allah'a and verəndən sonra Allah Teala Adem Aleyhisselamın günahlarını bağışladı. Təfsir ustadları yazırlar, ayəyə təfsir verirlər. Bəzən görürsən, danışırlar ki, əşi, hər alim öz fikrinə uyğun təfsir eləyir, plan eləyir. Onlara da buradan cavab veririk ki, siz də eşidəsiniz. Kur'an-ı Kerim'de möhkəm ayələr var, bir də mütəşabih ayələr var. Möhkəm ayələr o ayələrə deyirlər ki, tərcüməsinin başa düşdüyü təfsilata ehtiyac yoxdur. Dinindən, dilindən, irqindən asılı olmayaraq hamı başa düşür o nə deməkdir. Məsələn, namaz qıl. Hamı bilir öz dilindəki namaz qıl. Başqa təfsirə ehtiyac yoxdur. Amma elə ayələr var ki, mütəşabih ayələrdir. Yəni mütləq izah olunmağa ehtiyacı var. İzah olunmasa 73 yerə bölünəcəkdir. Peyğəmbər ki, dünyasını dəyişməmişdən əvvəl Allah Taala'nın əmri ilə Quran və Əhl-i Beyti əmanət qoydu. Cəmaət Qurandan və Əhl-i Beytdən kənara çıxdığına görə dinimiz bölündü 73 yerə. 73'ün də içində hərəsi başqa-başqa neçə qolları toplayanda Allah bilir nə qədər eləyir. Sözümüzün canı odur ki, mütəşabih ayələri insan özündən oxuyub, ağlına gələn izahı versə, bir də görəsən 73 nədir? 730 dənə də firqə yaranar. Allah Teala nə bilirik? Məsələn, çox ayələr var. Bir ayədə deyir ki, Qiyamət surəsi 23-cü ayə. O gün bir çox üzlər güləcək, bir çox üzlər qaralacaq. Elə bir çox üzlər gülərək Rəbbinə tərəf baxacaq. Qiyamət surəsi 23-cü ayə. Başqa bir surədə isə Ənam surəsi 103-də buyurur ki, bizim dildə mənası. Heç bir gözlər onu dərk etməz, o bütün gözləri dərk edər. İki ayəni yan-yana qoyaq, təfsirsiz elə bilərik, Quranı kim yazıb görəsən, kimsə özündən uydurub. Ayə zid gəlir axı bir-birinə.